bizim ayın 22-si 19 ilimiz tamam olacaq inşallah. Aha, inşallah. Ailəmizi. Yəni ki, bu da nədən irəli gəlir? Mən ağılsız qız olsaydım, və yaxud da, əlbəttə ki, buraxmaq deyəndə ki, bizdə biraz çətinlik görən kimin, vəssalam, dağıdırlar. Dağıtmaq çox rahatdır, hasandır. Amma qurmaq çətindir. O xatirələrdir, o yaşadığın günlər. Ailəni kim qorudu? Sən yoxsa yoldaşın? Yox, ikimiz də hal-hazırda qoruyuruq da, amma vaxtı zamanında anamız çox dəstək olub qorumağımızda. Çünki gənc idik. Ayrılmaq istəyir. İki gəncin söhbətlər olur da, mənasız yerə çox şeylər olur, təzə-təzə. Onda gərək valideynlər dəstəkləsin ki, qoymasınlar. Ayrılmaq istədiyin məqamlar olub? Olub. O əvvəllər də. Gənc olanda bilirsin necə, ay niyə icazə vermədin rəqs eləməyə, onu geyinməyə, bura getməyə, onu eləməyə. Adi hər bir şeyin üstündə nəsə balaca bir şey böyüyüb belə qalmaqala çevrilə bilir. Amma indi icazə verirəm. İndi artıq biz bir-birimizə güvənimiz daha çoxdur və bir-birimizə artıq sayğı, hörmətimiz, anlayışımız daha fərqlidir. Çünki bizim yaşlarımız ötdükcə... Ola bilər qısqanmır daha səni. 11-də oxuyur bizim qızımız. Yəni bundan sonra mən inanıram ki, bizdə ayıb olar. Ola bilər qısqanmır indi. Necə? İndi qısqanmır səni. Qısqancılıq hər bir kişidə var da. Niyə qısqanmır ki? Sən qısqanmır bəlkə ona görə. Yo, əsla qısqanır. Prosta bilirsiniz necə, sadəcə mən artıq səhnədəyəmsə, müəyyən şeylərə icazə verməlidir də. Yəni burada qısqanclıq çox olmamalıdır. Çünki mən də onun yanındayam. Əsas geyimlərdir. Mən sevirəm geyinib keçinməyə. Hər cürə. Daşıya bilirəmsə, nə yaraşırsa sevirəm geyinməyə. Qadağa yoxdur da. Qadağa yoxdur. Çox şeylərə yox. Baxır da, indi qadağa deyəndə mən özümə hörmət qoyan qızam. Belə xoşum gəlmir ki, heç ümumiyyətlə mən, necə deyim, hər şey regulovka eləsin, qadağa kimi bir